D vitamini. Kimyəvi adı kalsiferol. D vitamininin iki əsas forması var. D2, ergokalsiferol, yəni bitki mənşəli forma, D3, xolekalsiferol, yəni heyvani mənşəli və günəş vasitəsilə dəridə sintez olunan forma. D3 forması orqanizm tərəfindən daha effektiv istifadə olunur. D vitamininin əsas funksiyaları və faydaları. 1. Sümük və diş sağlamlığı. D vitamini kalsium və fosforun bağırsaqlardan sorulmasını artırır. Bu isə sümüklərin möhkəmlənməsini, dişlərin sağlam qalmasını və uşaqlarda raxitin qarşısının alınmasını təmin edir. 2. İmmun sisteminin gücləndirilməsi. İmmun hüceyrələrinin fəaliyyətini dəstəkləyir və infeksiyalara qarşı müdafiəni artırır. 3. Əzələ funksiyası. Əzələ zəifliyinin qarşısını alır və hərəkət qabiliyyətini dəstəkləyir. 4. Hormonal balans və əhval. D vitamini serotonin səviyyəsinə təsir göstərə bilər. Günəş işığı ilə əlaqədar olaraq əhval-ruhiyyənin yaxşılaşmasına kömək edir. 5. Ürək, damar və ümumi sağlamlıq. Araşdırmalar göstərir ki, D vitamini çatışmazlığı bəzi xroniki xəstəliklərlə əlaqədar ola bilər. D vitamininin əsas mənbələri: günəş işığı. Dərinin günəş şüaları ilə təması nəticəsində D3 sintez olunur. Həftədə bir neçə dəfə 15-30 dəqiqə günəşlənmək kifayət edə bilər. Bu müddət dəri tipinə görə dəyişir. Qida mənbələri: heyvani mənşəli, yağlı balıqlar, qızıl balıq, skumbriya, tuna, balıq yağı, yumurta sarısı, qaraciyər, zənginləşdirilmiş məhsullar, süd, bəzi taxıl məhsulları, bitki südləri. D vitamini çatışmazlığı əlamətləri: sümük ağrıları, əzələ zəifliyi, yorğunluq, uşaqlarda raxit, böyüklərdə osteoporoz riski. D vitamini çatışmazlığı xüsusilə günəş az olan bölgələrdə daha çox rast gəlinir. D vitamini yağda həll olunur, orqanizmdə depolanır, günəş vasitəsilə sintez olunur, həddindən artıq qəbulu zərərli ola bilər və hipervitaminoz riski yarada bilər.